Mini parfümlerin advent kalendarını açıram. Səhv etmirəmsə 24 parfüm olmalıdır. Mən yuxarıdakı seksiyadan başlamaq istəyirəm buradan. Birinci parfümü Narcisa. Bu parfüm açığı tanış deyil mənə. Sitrus qoxuludur məncə. Yoxlayacağım bunu. Buradan balaca ayıcık. Çok şirindi. Ne bakın. Lancome La Vie Bella parfümü olmalıdır. Wow. Bu parfüm səhv etmirəmsə bəylər üçündür. Və gözəl qoxusu var açığı. Wow. Christina Aguilera'dan bir parfüm. Belə ölçü mini sayılmaz. Tanımadığım bir parfümdür ama qoxusu pis deyil. Yoxlamaq olar. 16 nömrə Carolina Herrera Bad Boy. Bu da bəylər üçündür səhv etmirəmsə. Good Girl'u var ama bu bəylər üçün Bad Boy'dur. Belə. Calvin Klein. Çok qəşəng pakovkası var. Çok qəşəngdir. Bu baxacağım hansı parfümdür çünkü tanımadım. Bu deyəsə qablaşmadır. Hansısa böyük parfümü balaca belə bir qablaşmada aparmaq istəyirsinizsə, bu şəkildə böyük parfümdən balacaya, yəni bu qablaşdırmaya keçirdib özünüzlə apara bilərsiniz. Birinci hissəmiz bitdi. Keçdik direkt ikinci hissəyə.